Salam, vaxtınız xeyir. Mən Babayev Xərci Education platformunun təsisçi rəhbəriyəm. Bugünkü podkastımızın mövzusu görünməyən sərhəd, aqressiyanın arxasındakı səs və ya problem deyil, həll axtaran insandır. Əziz dinləyicilər, bugün təhsil sistemində, sinif otaqlarında ən çox qarşılaşdığımız, bəzən bizi yoran, bəzən çarəsiz qoyan bir mövzudan danışacağıq. Şagird aqressiyası. Adətən sinifdə bir şagird qışqıranda, partanı vuranda və ya sinif yoldaşına qarşı kobudluq edəndə biz nə edirik? İlk reaksiyamız çox zaman nizam-intizam yaratmaq olur. Onu problemli şagird adlandırırıq, etkiləyərək və bəzən ondan uzaqlaşırıq. Amma gəlin bugün bir anlıq dayanaq və baxış bucağımızı 180 dərəcə dəyişək. Bəs əgər o aqressiya bir problem deyil, bir məktubdursa, əgər o uşaq bizə hücum etmir, əslində içindəki fırtınadan xilas olmaq üçün bu yola əl atırsa, bizim gördüyümüz aqressiya buzdağının yalnız su üzərində qalan kiçik bir hissəsidir. Suyun altında isə böyük bir ağrı, qorxu, anlaşılmamazlıq hissi və ya çarəsizlik yatır. Davranış analizi bizə deyir ki, hər bir davranışın bir funksiyası var. Heç bir şagird səhər yuxudan durub bugün müəllimimi və ya yoldaşlarımı incidəcəm deyə plan qurmur. Aqressiv davranış şagirdlərdə əslində öz duyğularını idarə edə bilməyən, daxili gərginliyi ifadə etmək üçün söz tapmayan insan kimi ifadə olunur. O mənə kömək edin, mən bu duyğu ilə bacarmıram deyə qışqırır, amma biz bəzən bunu tərbiyəsizlik kimi eşidirik. Onu həlli ehtiyacı olan bir insan kimi görmək üçün ilk növbədə öz qəzəbimizdən yayınmalıyıq. Əziz müəllimlər, biz tez-tez hakim roluna giririk. Kimin günahkar olduğunu tap və cəzalandır. Lakin 2026-cı ilin pedaqogikası bizdə fərqli bir şey tələb edir. Emosional detektivlik. Bir şagird özünü aqressiv göstərərsə, özünüzə bu sualları verin. Bu uşaq nəyi edə bilmir? Onun hansı təməl ehtiyacı, diqqət, təhlükəsizlik, sevgi qarşılanmayıb? Buna davranış onun nə üçün bu davranışı etdiyinə səbəb ola bilər. Bəlkə dərsin çətinliyindən qaçmaq istəyir, bəlkə sadəcə görünmək istəyir. Şagirdi problem kimi görəndə ona qarşı divar hörürük. Onu həlli ehtiyacı olan insan kimi görəndə isə onunla körpü qururuq. Unutmayın ki, şagird ən az sevgiyə layiq olduqlarını düşündükləri anda sevgiyə ən çox ehtiyac duyurlar. Bəs yalnız biz bu həlli necə təmin edə bilərik? Podkastımızın bu hissəsində sizə bir neçə qızıl qayda təklif edirəm. Bir, sakitliyinizi qoruyun. Güzgü neyronları. Siz qışqırsanız, o da daha da çox qışqıracaq, daha çox aqressiv davranmağa başlayacaq. Sizin sakitliyiniz onun fırtınasını yatıran liman olmalıdır. Duyğusunu validyasiya edin, yəni təsdiqləyin. Sən hal-hazırda çox qəzəblisən, mən bunu görürəm və başa düşürəm. Amma bu hərəkətin qəbul edilməzdir. Duyğunu qəbul edin, davranışı yox. Güc mübarizəsinə girməyin, onu sındırmağa çalışmayın. Sınan uşaq, öyrənən uşaq deyil, nifrət edən uşaqdır. Səbəbini tapın. O uşaq bu an niyə bunu edir? Bəlkə sadəcə disleksiyası var və oxuya bilmədiyi üçün, utandığı üçün aqressivləşir və ya başqa bir şey. Podkastımızı bitirərkən sizə bir hekayəni xatırlatmaq istəyirəm. Bir bağban solan çiçəyi görəndə onu günahlandırmır, onu döymür. O torpağı yoxlayır, suyu yoxlayır, günəşi yoxlayır. Şagirdlər də bizim çiçəklərimizdir. Əgər biz bir uşağı tikanlarını çıxarırsa, görürüksə, deməli onun torpağında bir problem var. Gəlin 2026-cı ilə qədəm qoyarkən köhnə cəza metodlarını geridə qoyaq. Hər bir aqressiv davranışın arxasında gizlənən o yaralı uşağı görək. Çünki biz onları düzəltməyə deyil, onlara yol göstərməyə gəlmişik. Siz bir müəllim olaraq sadəcə riyaziyyatı və ya tarixi öyrətmirsiniz. Siz bir insanın öz duyğuları ilə necə barışacağını öyrədirsiniz və bu dünyadakı ən böyük elmdir. Dinlədiyiniz üçün təşəkkürlər. Növbəti podkastlarda görüşənədək.